Salam dostlar, bu videomuzda biz Celsius'dan Fahrenheit'e, Fahrenheit'dən isə Celsius'a keçmə qaydasını öyrənəcəyik. Gəlin başlayaq. Biz bilirik ki, dünya ölkələrinin əksəriyyəti temperatur ölçü vahidi olaraq Celsius'dan istifadə edirlər. Lakin 9-cu sinif dərsliyində də gördük ki, Avstraliyanın iqlimində Fahrenheit'dən də məlumat yazılmışdır. Və Avstraliyanın maksimum temperaturu deyir ki, Darling çayının orta axarlarında 127 Fahrenheit qeydə alınıbdır. İndi bu Fahrenheit neçə Celsius deməkdir, onu tapmaq lazımdır. Yəni Fahrenheitdən Celsius'a keçmək lazımdır. İlk addımda nə etməliyik? Fahrenheitdən verilən rəqəmdən 32 çıxmalıyıq. Çıxırıq. Yəni 127-dən çıxırıq 32-ni. Eləyir 95. Alınan 95-ə ədədini isə bölürük 1,8-ə. Bölək 1,8-ə. Eləyir 52,8. Yəni əslində rəqəm bu şəkildədir. 52,7 devirdə 7 gedir. Biz onu yuvarlaqlaşdıraraq 52,8 yaza bilərik. Yəni 127 Fahrenheit 52,8 Celsius deməkdir. Yəni biz Fahrenheitdən Celsius'a necə keçərik bunu bildik. Yəni 127 Fahrenheit bərabər oldu 52,8 Celsius'a. Bu qayda Fahrenheitdən Celsius'a keçmə qaydası olur. Bunu yadımızda saxlamalıyıq. Deməli, Darling çayının orta axarında qeydə alınan 127 Fahrenheit elə 52,8 Celsius deməkmiş. İndi keçəcək bu səfər Celsius'dan Fahrenheit'ə. Baxın, burada Celsius'ını aldıq. Tapşırığı əksinə yerinə yetirəcək. Yəni Celsius olaraq nə qədər oldu? 52,8 Celsius. Bunu keçirtməliyik indi Fahrenheit'ə. Nə etməliyik? 52,8 Celsius'ni birinci vurmalıyıq 1,8'ə. Vururuq. 52,8'i vururuq 1,8'ə. Bu eləyəcək 95. 95'in də üzərinə gələcək 32'ni. Yəni, bayaq həyata keçirdiklərimizi geri həyata keçirəcək. Bu da eləyəcək 127 Fahrenheit. Deməli, aldığımız, baxın, burada Celsius var idi, 52,8 Celsius. Onu Fahrenheit'lə əvəzlədik, 127 Fahrenheit oldu. Bunu yadımızda saxlamalıyıq, çünki bu son dönəmin məşhur suallarındandır. Fahrenheitdən Celsius'a keçin ya da Celsius'dan Fahrenheit'ə keçin. Ümid edirəm ki, qaranlıq qalan bir məqam yoxdur. Sağ olun, hələlik.